Salam əziz həmvətənlərim. Strasburqda sizləri Arahedi Az saytı olaraq salamlayıram. Hal-hazırda biz Aşbanın önündəyik. Bəli, biz Azərbaycan dövlətimizlə fəxr edirik. Biz Aşbada gördük gözəl üç rəngli müqəddəs bayrağımız burada dalğalanır. Bugün o bayrağa biz hitayət edərək, biz o bayrağı, üç rəngli müqəddəs bayrağı öpüb alnımıza qoyuruqsa, fəxrlə bugün biz söyləyiriksə Azərbaycan, Qarabağ Azərbaycandırsa, bugün Xankəndi azad olunub, bugün Şuşamız azad olunub, Qarabağımız azad olunub, Azərbaycan bütövlüyü bərpa olunub. Unutmalı deyilik. Onun səbəbkarı Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Heydəroğludur. Bəli, düz söylədi. Bilirsiniz, BMT 30 ildir ki, 4 dənə bugünkü günə qədər, bugün noyabrın 8-i 2025-ci il. Bugün BMT bugünə qədər o qətnamələri icra edə bilmədi. Ancaq Azərbaycan dövləti, müstəqil dövlətin rəhbəri, Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Heydəroğlu işğaldan torpaqlarımızı azad etdi. Budur Azərbaycanımız. Budur hüquqi dövlət. Bəli, mənim saytımın da adı Azərbaycan Respublikası Hüquqi Dövlət .az saytıdır. Azərbaycan dövlətimiz bugün öz sözünü deyən bir dövlətdir. Bugün ABŞ-ın prezidenti də Cənab İlham Əliyevi görürsünüzmü nə cür isti münasibətlə, səmimiyyətlə qəbul edir. Azərbaycan dövlətimizin rəhbəri Cənab Prezident İlham Əliyev Heydəroğlunun daxili və xarici siyasəti nəticəsilə bugün Azərbaycanımız bərpa olundu. Torpaqlarımız bərpa olundu. Biz hansısa dövlətdən nə suda, nə yardım, nə kömək istəmirik. Ancaq Azərbaycan dövləti bugün öz daxili büdcəsi ilə azad olunan torpaqlarda bərpa işləri aparırlar. Azərbaycan Respublikasının vitse-prezidenti Mehriban xanım görün göz qabağındadır. Azad olunan torpaqlara gedərək, ziyarət edərək məscidlərimizi, Məkkədən gətirdiyi hədiyyə Quranı o azad olunan torpaqlarda məscidlərə hədiyyə edir. Bugün xarici diplomatlar, xarici jurnalistlər, səfirlər, diplomatik korpusun nümayəndələri gəlir azad olunan torpaqlarda gəzərək və o vaxtı Ermənistan dövləti tərəfindən işğal olunmuş torpaqlarda nə cür zəlil vəziyyətinə qoymuşdu məscidlərimizi, tarixi muzeylərimizi, vətəndaşların evlərini, sakinləri nə cür pis zəlil vəziyyətinə qoymuşdu. Ancaq bugün şükürlər olsun ki, azad olunan torpaqlarda silah səsi gəlmir. Bugün çəkiş səsi gəlir. Bugün tikinti səsi gəlir. Budur Azərbaycanımız. Azərbaycanımızla gəlin fəxr edək. Bilirsiniz, Cənab Prezidentimiz bugün yüksək səviyyədə islahat işləri aparır. Kim üçün edir? Xalq üçün. Cənab Prezident İlham Əliyev Azərbaycan üçün edir, milləti üçün edir. Çalışır ki, Azərbaycan xalqı gözəl yaşasın.
Şükürlər olsun ki, Azərbaycan dövləti bir balaca dövlət olmağına baxmayaraq, onun lideri, böyük lider olduğuna görə bugün xarici ölkələr, dövlətlər, xarici ölkələrin liderləri, prezidentləri bugün Azərbaycanımızı tanıyır. Biz və özüm Avropaya gələrək məndən soruşanda Azərbaycan dərhal Azərbaycanını söyləyərək mənim liderimi, prezidentim İlham Əliyev Heydəroğlu'nun adını çəkirlər. Bəli, Azərbaycanımızla gəlin fəxr edin.